Salam. Video açtım. Girişlerim çok möhtəşəm olur həmişə. Video açtım. Biraz danışmaq ehtiyacı hiss elədim yenə. Ona görə içərdən belə ürəyim dedi ki, aç, video aç. Tezliklə özümə mikrofon alacağım. Sonra tripod da alacağım və daha yaxşı videolar çəkməyi düşünürəm. Çünki niyə də yox. Danışmaq xoşuma gəlir. Bugün biraz bir dönəm haqqında danışmaq istəyirəm. Çünki özüm hal-hazırda o dönəmdən keçirəm. Ona görə də fikirləşdim ki, bunu danışsam bəlkə də kimlər üçünsə bu kömək olar. PMS yazılan, deyilən bir dönəm var qadınlar üçün. Menstruasiyadan əvvəlki dönəmlər. Bu dönemlerde biraz mövzuya qəfil girmiş ola bilərəm. Amma ki, bu dönemlerin haqqında nə qədər az danışıldığını, bu dönemlerin nə olduğunu heç bilməyən insanlar belə var. Ona görə də bu dönemlerde qadınların yaşadığı hisslərin və emosiyaların nə qədər önəmli olduğu və eyni zamanda nə qədər bastırıldığı haqqında danışmaq istəyirəm. Çünki bu mənim özümdə müşahidə elədiyim və ətrafımdakı insanlarda da müşahidə elədiyim bir prosesdir. Yəni danışacağım mövzular sadəcə öz üzərimdən olan mövzulardır. Heç kimə xitab elədiyim bir şeylər deyil. Əgər siz özünüzdə bu şeylərin fərqinə varırsınızsa, sizdə də bu şeylər varsa, deməli bu sizə deyilmiş bir sözdür. Yəni sən özündə bu şeyi görürsənsə, deməli səndə də bu şey var və sən də o şeyin üzərində fərqinə vara bilərsən, yəni bunu. Deməyim odur ki, bu dönemlər həssas dönemlərdir qadınlar üçün və bu vaxtların bizə heç kim başa salmayıb nə olduğunu, necə olduğunu. Məktəblərdə həmişə biologiya kitablarında baş verirdi bu və həmin səhifə həmişə ötürülüb keçilirdi. Ayıb bir şey kimi göstərilirdi. Amma düşünürəm ki, hal-hazırki dövrdə insanlar artıq bunu dinləməyə hazır bir kütlədir, kollektiv olaraq. Əvvəllər bu mövzunu bu şəkildə belə rahatlıqla bəlkə mən də danışmazdım, bəlkə də bu şəkildə. Amma demək istədiyim odur ki, mövzunun ətrafında fırlanıram hal-hazırda. Mövzunun içinə girməmək üçün türlü bəhanələr gətirirəm. Deməyim odur ki, bu dövrlərdə özümüzü bərbad, kötü hiss etmemiz çox normaldır. Bunu belə şey kimi də deyirəm, okeydir, yaxşı, keçəcək, gedəcək. Yox, belə bir şey yoxdur. Bu dövrlərdə mən özümə müşahidə edirəm ki, hisslərimi yaşamağa icazə vermirəm, duyğularımı bastırıram və daima yaxşı olma üzərinə fokuslanmağa çalışıram. Yəni bu mövzu təkcə həmin dövrə aid olan bir şey deyil. Ümumiyyətlə qadınlarda və ya kişilərdə fərqi yoxdur, insan olaraq götürəndə hər kəsə aid olan bir şeydir. Bizə öyrədilib ki, elə bir pis duyğuları yaşamamalıyıq. Həmin bu pis duyğular bizim qadınlarda menstruasiya dönəmlərindən əvvəl, çünki orada bir ovulyasiya prosesi, ovulyasiya menstruasiyadan sonra idi. Yəni yumurtlamağa hazırlaşan bir necə deyim, doğum prosesinə hazırlaşan bir bədən var. Normal olaraq fizioloji qadın bədəni fizioloji olaraq bu şəkildə formalaşıb və ona hazırlaşan bir dönəmdə də istər-istəməz hormonal gərginliklər baş verir. Okey, hər şeyin psixoloji tərəfi, həkimlərin baxdığı baxışlardan baxmıram. Mən öz baxışımdan baxıram ki, belə bir proses baş verir və insan olaraq baxdığında bir vücuda, bir bədənə bütün hormonlar yenidən yaranır. Bütün hüceyrələrin yenidən ölür və yenidən dirilirlər. Təzələri əmələ gəlir. Yəni belə bir möcüzəvi bədəndə yaşayırıq. Bu dövrdə bu yaşadığın, bədəndə yaşanılan duyğular hamısı çox realdır, hamısı ötüb keçiləcək, üstünü bastırılacaq, yola veriləcək bir şeylər deyil. Bunlar çox ciddi bir şeylərdir və burada yaşanan duyğular, burada yaşanan hisslər, o çox acı bir hissdir, çox pis bir hissdir. Yəni bunu həqiqətən də haqqını verərək yaşamaq lazımdır deyə düşünürəm. Çünki bu duyğunu içindən keçərək həqiqətən yaşayandan sonra
çox qəşəng çiçəklənirsən, vücudun, bədənin, özün özünə də hiss eləyirsən, çox qəşəng dəyişirsən, bədənin yenidən formalaşır. Amma bu duyğuları yaşamaq niyə önəmlidir? Çünki mən məsələn özümdən götürəndə bu duyğuları yaşamağıma icazə verilməyib. Ətrafımda heç bir şəkildə heç kəsdə görməmişəm. Yəni bu məndə uşaqlıqdan baş verən bir şeydir. Uşaqlıqdan bu proseslər baş verdiyi üçün insanlara, xüsusilə də qadınlara öz hisslərini və öz duyğularını yaşamamağı üzərinə bir baskı yaranıb. Ağlamaq olmaz, pis hiss eləmək olmaz. Bu biraz böyüdükcə artıq baskı, biraz feminen enerji, yox, feministlik, feminen enerjiden danışmadım. O prosto gəldi. Feminist bir şey çıxdı ortalığa və bundan sonra artıq keçdi baskı kişilər tərəfə. Nəsə biraz mövzudan kaymış ola bilərəm. Sonuç olaraq demək istədiyim şey hal-hazırda mənim yaşadığım bir dövrdür və bu dövrdə özümə sonuna qədər icazə verirəm bu pis duyğuları yaşamağa. Niyə? Çünki pis duyğuların da yaşanmağa icazəsi var. Pis duyğular da yaşana biləcək duyğulardır. Bu dünyaya biz elə bilirik ki, hər şey və hər şey ancaq mükəmməl, möhtəşəm, gözəl duyğulardan, gözəl hisslərdən ibarət olduğunu sanırıq. Özümüzü bir damcı pis hiss eləyən kimi, yox, yaxşı olmalıyam, pozitiv olmalıyam, hər şey gözəldir, hər şey zordur. Xeyr, hər şey gözəl deyil, hər şey zor deyil. Yaşadığımız dünyaya bir dənə üçün bax. Bok tökülür hər yerdən və sənin də ekstra həssas olduğun bir dönəmdə gəlib sənə kimsə yaxşı ol, özünü yaxşı hiss elə deyirsə, deməli həmin insan ya səni sevmir, ya da ki öz duyğularını bastırır, ya da ki sənin duyğularını bastırmağa çalışır. Yəni biri sizə pis hiss eləmə, özünü yaxşı hiss elə deyirsə, o insanın yanından gedin, qalmayın orada. Çünki o insan sizə hörmət eləmir deməkdir. Sən özünü pis hiss eləyirsənsə, okey, tamam, özünü pis hiss eləyirsən hal-hazırda və mən buradayam. Əgər köməyə ehtiyacın varsa, kömək eləyə biləcəyim, necə kömək eləyə bilərəm sənə? Səninlə oturub sənin hisslərinə, yaşadığın duyğulara qulaq asa bilərəm. Səni anlaya bilərəm. Səni anlamaq məcburiyyətində də deyiləm. Sadəcə sənin yaşadığın şeyləri hal-hazırda şahid ola bilərəm ki, okey, belə bir şeydən keçirsən sən. Nə qədər ehtiyacımız var həqiqətən belə bir şeyə, kimisi oturub bizi ciddi bir şəkildə anladığını göstərməsi. Anladığını göstərmək üçün o insanın bizim həyatımızda yaşamaq məcburiyyətində deyil. Anlamaq üçün o insanın bizim həyatımızdakı o pis şeyləri gəlib içinə girmək məcburiyyətində deyil. O insanın da, hər insanın özünə xas həyatı var. Öz yaşadığı yaşanmışlıqları, acıları var və o acılardan götürərək yaşadığı şeylərin nəticəsində səni anlaya bilər. Sonuç olaraq eyni yerə gəlir, çıxır. Yaşanmışlıqlar, yollar fərqli olsa da. Bunun fərqində olan insanlar həqiqətən sizi anlaya bilən insanlardır. Və bu dövrlərdə də mən özümü çox sıxışmış, çox belə səd, çox belə pis hiss eləyirəm bu dövrlərdə. Əvvəllər bu duyğularımı çox bastırırdım, yeməklə bastırırdım, içməklə bastırırdım. Nəsə pis bir hiss gəlirdi, özümü belə yaxşı hiss eləmirəm. İçimdən belə nəsə bir şey yanır, elə bir alovlanıram, bədənim istilik gəlir, narahat hiss eləyirəm. Çox belə sıxışmış bir duyğu gəlir də. Deyirəm ki, neyniyim, ürəyim sıxıldı filan. Gedirəm ya çay içəcəm, ya su içəcəm. Okey, su, çay filan okeydir, bunları qəbul edirəm. Amma baxır nə qədər də qəbul edirəm özüm. Nəsə bir şeylə bastırmağa çalışırıq. Bir nöqtədən sonra həmin çaya, suya da bağımlı ola bilərsən. Yəni durmadan onları yeyərək o gələn duyğunu bastırmağa çalışırsan ki, gəlməsin. Halbuki bir dənə icazə ver, o pis bir duyğu gəlsin. Görək sən nə deyir, nə istəyir yəni o. Bəlkə də o qalmalısan o duyğu ilə, o acı ilə, o acını yaşamalısan ki, yenidən doğasan da, yəni ölüb yenidən doğasan. Ölmək dediyim burada insanlara biraz qorxuducu gələ bilər. Yəni o yaşanmamış duyğular var içimizdə. O yaşanmamış duyğulara biraz olsan icazə verək ki, yaşamaları üçün. O pis hiss eləyək ki, o biraz
sakitləşsin o duyğular. Çünki onlar da görülməyə ehtiyac var. O duyğular da yaşanma istəyi var. Sən onları nə qədər bastırsan, sənə hər tərəfdən ya xəstəlik yaradır, ya kökəlmə, ya aşırı arıqlama verə bilər. Mən çox kilolu bir insan idim və öz üzərimdə işləyə-işləyə, öz duyğularımı görə-görə, onlara icazə verə-verə, həqiqətən də o bədənimdə olan yığılmış duyğuları yaşanılmasına icazə verə-verə kilo atdım. Bu çox insana biraz qəribə gəldi qısa müddətdə mən bu qədər kilo verməyim. Əslində mən bu şəkildə kilo vermişəm. Mən kilo verməyim pilateslə ya da ki diyeta ilə deyil. Mən diyeta saxlamıram. Mən sadəcə öz bədənimdə işləyə-işləyə gördüm ki, mən bədənimə çox artıq mənə lazım olmayan duyğularımı sırf bastırmaq üçün qida belə deyil, yəni zəhər qəbul edirəm də, bildiyin. Yediyimiz, içdiyimiz bütün paket qidalar, bütün şeylər hamısı zəhərdir. Yəni onları qəbul eləyərək bədənimdəki duyğuları, o şeyi, adrenalini onlardan qəbul eləyirəm və istər-istəməz hər dəfə özümü pis hiss eləyəndə onu yemək istəyirəm. Bu da nədir? Bağımlılıqdır. Bağımlılıq da hər cür ola bilər və bu bağımlılıq getdikcə davam eləyir və sənin fərqində olmursan, bir də gördün ki, artıq ya özünü baxırsan, sən deyilsən də, bu sənə ya depressiya verir, ya sənə aşırı, nə bilim, hər cür bağımlılıq verə bilər də. Şu an ağlıma gəlmir. Bir çox bağımlılıqlar var. Mən də bir çox bağımlılığım var. Qurtulduğum bağımlılıqlarım da var. Davam edən bağımlılıqlarım da var. Bağımlılıq sizin ağlınıza hər cür şey kimi gələ bilər. Televizora baxmaq da ola bilər, telefona baxmaq da ola bilər, nə bilim, siqaret çəkmək ola bilər, yemək, şirniyyat ola bilər, çörək ola bilər. Hər cür, hər şəkildə bağımlılıq ola bilər də, yəni adicə duxu istifadə eləmək ola bilər. Nə bilim, hər şeydə, hər şey. Sən özünü yaxşı eləmək üçün dayanmadan bu şeyi davam elətdirirsənsə, onsuz qala bilmirsənsə, deməli sən bağımlıya çevrilmirsən də, yəni bağımlısan. Bunu da bir neçə dəfə təkrarlamağımın səbəbi odur ki, biraz tetikləyə bilər sizi. Çünki mənim özümlə tetikləyir, amma yəni hal-hazırda yaşayan dünyamızda heç bir insan möhtəşəm şəkildə bütün hisslərini, duyğularını yaşamır. Hər kəs nəyəsə bağımlıdır, hamımız kimlərəsə, nələrəsə bağımlıyıq. Bu dünyamızın genel şeyidir bu. Bundan qurtulmağa çalışırıq hal-hazırda. Nəysə, bu duyğuları yaşamağımız üçün biraz özümüzə qarşı mərhəmətli davranmağımızı lazım olduğunu düşünürəm. Çünki özümüzə qarşı biraz çox özümüzə qarşı çox acımasız davranırıq. Sistem, yaşadığımız bu dünya bizi o qədər kölələşdirməyə meyilli deyil artıq, eləyik, yəni müasir bir kölə rolunda iştirak edirik. Ancaq get işdə, gəl, mənim üçün işlədən, yəni və yaratdıqları bu paketli qidalardır, bu şeylərdir, hər şeyin ayağına gətirilməsidir, səni hərəkətsizliyə aparır və səni bağımlıya çevrilir. Mən məsələn son vaxtlarda bir bağımlılığımı deyim, Temu bağımlılığı, özümü pis hiss edirəm və durmadan Temuya girib Temu sürüşdürəm. Bu məndə son bir həftədə əmələ gələn bir şeydir. Mən normalda belə bir şey eləmirdim. Bundan əvvəl də başqa bir şeyim var idi. Bəlkə də yaşamalı olduğum, amma yaşamadığım hər hansısa bir duyğunu bastırdığım üçün içimdə durmadan o his gələn kimi o dəqiqə girirəm ora, başımı qatmağa çalışıram. Bu da bir növ bağımlılıq sayılır. Bu çox cüzi bir versiyadır, çox cüzi bir misaldır. Sadəcə ağlıma gəldi deyə dedim. Yəni bunları danışmağım o demək deyil, mən mükəmmələm, hər şeydən qurtulmuşam, hər kəsdən bağımlısam. Xeyr, elə bir şey yoxdur. Bunu kimsə deyirsə ki, heç kəsdən asılı deyiləm, yalan deyir ya da ki, özünü anladır, elə bir şey yoxdur. Mövzudan mövzuya tullanmış ola bilərəm. Çünki özümdə duyğularım var və insanam sonuçta. Deməyim odur ki, hisslərimizi bastırmadan olduğu kimi ifadə eləmək güvənli bir şeydir, yəni normal bir şeydir. Bunları artıq normallaşdırmalıyıq deyə düşünürəm. Mən məsələn həmişə belə olmuşam. Yəni bu məndə sonradan açılan bir şey olmayıb. Nələrisə sonradan fərqinə varmış ola bilərəm. Təbii ki. Amma məndə belə bir şey var. Mən aşırı dürüst bir insanam, çox açıq bir insanam. Yəni hər şeyi filtrsiz bir şəkildə, açıq şəkildə danışa bilərəm.
bu insanlar tərəfindən bəzən normal qarşılanmaya bilər, bəzən qəribə qarşılana bilər. İnsanların çəkinərək danışmağa çəkindiyi şeyləri mən çox rahatlıqla və açıq şəkildə danışa bilirəm. Bəlkə də indiyə kimi bir çox ortamlarda ayrı qalma səbəblərimdən, tək olma səbəblərindən də biri bu olub ki, yəni biraz uzaylı kimi görsənə bilirəm. Amma bu okey bir şeydir mənim üçün. Yəni mən artıq özümün necə bir insan olduğumun fərqindəyəm. Bəzən hər hansısa bir ortamda danışanda duyğularla ifadə edirəm fikrimi və bəzən özümə deyirəm ki, görəsəm həqiqətən də mən bu şəkildə danışdığım üçün insanları narahat edirəm. Əvvəllər bunu çox düşünürdüm, amma artıq deyirəm ki, yox. Sən çünki duyğularla yaşayan bir insansan və sən belə bir insansan. Səni bu şəkildə olduğun kimi qəbul edən insanlar sənin ətrafında olacaq. Əgər səni olduğun kimi qəbul eləməyən insanlar varsa, sənin dediyin, danışdığın şeylərə qarşı sənə belə baxan insanlar, səni yargılayan insanlar varsa, deməli o insanlar sənin insanların deyillər. O insanlar və mən onda özümə içimdə çönüb baxmalıyam. Görəsən mən özümə belə baxıram ki, mənim içimdə belə bir tərəfim var. Yəni mən də insanlara belə baxıram. Çünki hamımız bir-birimizin aynasıyıq. Bu hissələri başa düşməmiş və anlamamış da ola bilərsiniz. Sadəcə bəzən mənim özümdən asılı olmur. Danışdığım şeyləri bilmirəm nə danışıram. Sadəcə belə gəlir və danışıram. Zamanla mən də bu şeydə yeni olduğum üçün danışma şeyim zamanla oturacaq deyə düşünürəm. Yəni mən özümə artıq duyğularımı həqiqətən qorxmadan, filtrsizcə yaşamağa icazə verirəm və bu icazə verdiyim dönəmlərdə ağrılı dönəmlər olur, acılı dönəmlər olur, asan dönəmlərim olur, kolaylıqla da keçirirəm dönəmlərimi, çətin də keçirdirəm, qarışıqdır, yəni həyatım düz ya da ki belə deyil, baxın belədir. Bu hər kəsin həyatında belədir və bu çox normal bir şeydir. Pis hiss eləməyimiz çox normaldır, yəni demək istədiyim. Bunu hiss eləyəndə özünüzü pis hiss eləməyin, özünüzü pis hiss eləyin. O mənada pis hiss eləməyin demək istəmirəm. Özüm belə şeyə düşürəm, yəni. Pis hiss elədiyim üçün pis hiss eləyirəm, başa düşürsən. Bəzən insan olduğumu unuduram, yəni. Deyirəm ki, mən insanam və bu dünyada yaşayıram və mənim hisslərim var, mənim duyğularım var. Mən duyğularımı necə yaşayaram? Mən bunları ifadə eləmədən, mən öz hiss etdiyim şeyi göstərmədən yaşaya bilmərəm. Mən həmişə belə insan olmuşam. Sadəcə həyatımın bir dönəmində bunları bastırmışam. Bəlkə də özümə kimlik edinmişəm. İnsanların içində, onların yanında yer tapmaq üçün, dışlanmamaq üçün hər hansısa bir şeylərə bürünmüşəm özümü. Özüm olmaqdan qorxduğum üçün. Amma artıq özümü yavaş-yavaş tapmağa çalışıram. Bu da mənim həyatımdır və bu böyüməkdir. Bu böyümə yolunda özümü olduğum kimi qəbul eləməyi seçirəm. Və hal-hazırda bunları danışa-danışa içimdə bir tərəfim mənə durmadan deyir ki, bu nə danışıqdır, bu nə danışırsan, sənin ağzına gələn danışırsan filan. Kim səni anlayacaq, kim sənə baxacaq, bu nədir filan deyə. Səslər var, mənim də beynimdə belə səslər var, amma bunlara rəğmən içimdən gələnləri danışmağı seçirəm. Çünki hər zaman qəlbimə inanmağı seçəndən sonra mənə möcüzələr gəlir, hər zaman. Və ona görə də bütün yaşadığım pis hissləri, bütün yaşadığım yaxşı hissləri olduğu kimi qəbul edirəm və bunların fərqinə varandan sonra həqiqətən görürəm ki, pis və ya yaxşı deyə bir şey də yoxdur. Sadəcə təcrübə var. Bu həyatda sadəcə təcrübə yaşayırsan. Pis və ya yaxşı olmadan. Bir şeyə artıq bu pis bir şeydir, bu yaxşı bir şeydir, bu doğru bir şeydir, bu yanlış bir şeydir deyə yox. Sadəcə təcrübə və deneyim olaraq baxıram. Deyirəm ki, okey, bunu burada yaşadım, tamam. Bunu burada yaşamağı mən seçdim. Burada olmağı mən seçdim və mən yaşadım. Bunları yaşamaq, bunların fərqində olmaq, bura gəlmək çox yol qət eləyən bir şeydir və asan bir şey deyil. Sadəcə az da olsa kömək olmaq məqsədli, keçdiyiniz dönəmləri anlayan bir insan olaraq, o yaşadığın, bastırdığın duyğuları anlayan bir insan olaraq demək istəyirəm ki, sən həqiqətən tək deyilsən və
bizim kimi insanlar var, duyğuları ilə yaşayan insanlar həqiqətən var. Bəzən elə bilirik ki, biz təkik, heç kim bizi anlamır, hər kəs robotdur. Bəzən oturub mən də fikirləşirəm ki, mən də o birisi insanlar kimi olmaq istəyirəm, heç bir şey düşünmədən, heç bir şey vecimə olmadan. Amma görürəm ki, yox, elə olmur. O insanlar sadəcə dərin qaranlıqdadılar, yəni özlərini görməməyi seçirlər. Bu əslində çox cəsarət tələb edən bir şeydir, özünü görmək, öz qaranlıq tərəflərini görmək. Və bu yola girmiş bir insan olaraq, bu yol əslində özünü sevmək yoludur. Keçən dəfəki videomun da özəti ola bilər bu. Özünü sevmək, dediyim kimi, belə asan bir şey deyil. Yavaş-yavaş, addım-addım olan bir şeydir və çox qəşəng bir şeydir. Bir müddət sonra o qədər qəşəng olur ki, eyni zamanda da çətin olur. Yəni, asan olduğunu heç kim deməyib. Və bir müddət sonra sən artıq o şeyləri elədikcə, o təcrübələri, o səhvlərini gördükcə özünə qarşı mərhəmət hiss edirsən. Bunlar yavaş-yavaş olacaq və hal-hazırda hansı duyğunun içindəsənsə, hansı hisslər keçirdirsənsə, inan ki, çox normaldır. Yəni, o qədər normaldır ki, bu insani bir duyğudur. Yəni, bu şeyləri mənə heç kim deməyib deyə, indi bu şeyləri videodan qarşısına keçib belə danışmaq mənim üçün çox böyük bir şeydir. Bəlkə də izləyən bir insan üçün bu adi bir cümlələr kimi gələ bilər. Amma həqiqətən insanın tək olmadığını hiss eləməməsi, birinin ona bu şeylərin də normal olduğunu göstərməsi çox böyük bir şeydir. Bu adi, sadə bir şeylərin fərqinə varmaq üçün mən nə qədər yol qət eləmişəm. Bunları tapa bilməyim üçün özümə mərhəmət göstərmək, sevgi göstərmək üçün çox bəlkə də acı da çəkmişəm, kömək də istəmişəm. Amma artıq bunları deməkdən, bunları danışmaqdan çəkinmirəm ya da ki, utanmıram. Çünki mən bir insanam və özümə təşəkkür edirəm bunların fərqinə vardığım üçün. Və belə, sadəcə bunları danışmaq istədim. Bəlkə də kimsə qulaq asmağa ehtiyacı vardır. Bəlkə də kimsə hardasa belə bir dönəmdən keçir. Demək istəyirəm ki, sən tək deyilsən və nə yaşayırsansa hal-hazırda, yaşadığın şeyi də sonuna qədər haqlısan. Sonuna qədər, dibinə qədər bu hissi yaşamağa icazən var. Heç kimi vecivə almamaqda özgürsən. Sevirəm sizi.